Bismillah ve salatu ve selamu ala Resulillah. Ama ba'd. Qala İbnül Cevzi rahimahullah. Eyşu fid dünya illa lil qanu'in bil yasir. Fe innehu kullama zada'l hars ala fudulil ayş zada'l hum ve teşettetel kalb ve istu'bidel abd. İbnül Cevzi rahimahullah Əhl-i Beytdə yaxındır, böyük alimlərimizdendir. Həm də deyir ki, dünyada qəlbi çox, yüngül, yəni bəsit, çox belə rahat yaşamaq üçün lazımlı şeylərdə onlarla yaşayarsansa rahat olur sənin üçün yaşamaq. Çox rahat. Yəni qəlbə sıxıntılığın gəlməsi və sənin dünyaya qul olmağın səbəbini deyir. Əgər deyir sənə lazım olan qədər miqdarda yaşayarsansa kifayət eləyən qədəri və sənin üçün nədir? Rahat olur. Amma nə qədər ki yaşayışı nə qədər artmasını istəsən, nə qədər daha çoxunu istəsən, onda nə olacaq? Sənin üçün çox deyil, onda da sənin üçün sıxıntı, kədər və nədir? Bu dünyaya nədir? Qul olmaq olacaqdır sənin üçün. Deməli, insan bir var zəruriyyət, zəruri olan şeylər. Məsələn, normal yemək, normal geyinmək, normal yaşamaq, başqa məsələlərdə. Və artıq, məsələn, insan bunları yaşayanda normal yaşayır. Həm sakit olur, həm rahat olur, həm əziyyət çəkmir çox, həm sıxıntı keçirtmir, həm qorxusu olmur və s. başqa şeylər. Həm də ibadət etməyə o vaxtı çox olur. Ahirətə hazırlaşmağa vaxtı çox olur. Amma ha vaxt ki, dünyaya hərisliyi çoxalsa, istəyi nəfsi çoxalsa, onda nədir? Sıxıntı da başlayır. Artıq haramlara da girir. Yəni, vaxt itkisi olur. Hansında buna kəmaliyyət deyirlər. Yəni ki, artıq şeylər də olar. Bir var zəruri, məsələn, gedirsən, işçisən, ehtiyac var, məsələn, o işləri görürsən ki, ehtiyac var. Və sən onları, məsələn, onu işləməsən, məsələn, ac qalacaqsan. Yeməyi yoxsa axşama, məsələn. Amma, nədir, olar ki, sən onları artıq eləyirsən, fikirləşsən, hələ bir 50 il qabağı da planlarını qurursan, artıq sən mütləq şəkildə nədir, harama girməlisən. Ən birinci Allah Taala'nın haqqından uzaqlaşacaqsan və haramlara da girəcəksən və başqa işlər də görəcəksən. Və rahatlıq da olmayacaqdır. Qorxu içində yaşayacaqsan həmişə. Görəsən, nətər oldu, o birisi, bu birisi. Və bu sıxıntılar sənə həmişə izləyəcəkdir. Ona görə də Rahmetullah aleyhi deyir ki, yəni, sən o dünyaya, yəni qəlbi tox birisi olsun, qəlbi tox. İnsan da nədir? Nəfsi elədir ki, nə qədər rəğbət elədikcə, rəğbət bəslədikcə, onu cilovlamasa hələ istəyəcəkdir. Çünki Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, bir vadi qızlı olsa, ikincisini də istəyəcəkdir. İnsan orada elədir, yəni doymur. Ta ki, ölənə kimi, yəni gözün deyir torpaq doydur, yəni ölüm. Gözünə torpaq tökmək yox, hə. Yəni ki, insan nə qədər ki, canın üstündədir, o həmişə istəyəcək. Sadəcə özün nədir, cilovlamağı bacarmalıdır. Bu o demək deyil ki, bizim keçmişdəki sələflərimiz, məsələn, başda da Rasulullah sallallahu aleyhi ve sellem olmaqla. Amma məsələn, istəsəydi qızılın da cəvahiratın içində yaşayardı. Və ən bahalı yeməklər yeyərdi, ən bahalı qasırlarda yaşayardı. Amma gördün, yaşamadı. Hətta Ömər radiyallahu anh gəldi, gördü Rasulullah sallallahu aleyhi ve sellem xurma budaqlarının üzərində yatıb və xurma budaqları onun bədənində izlər buraxıb və ağladı, dedi ki, ya Rasulallah, yəni yatmaq üçün bir yumşaq yer düzəldərdik sənin üçün, heç olmasa. Yəni qasırda da olmasa, qızıldan olmasa da, Bizanslılar, Rumlular deyir, onlar rahat yerlərdə yaşayırlar, yəni onların başçıları. Deyir, ey Ömər, istəmirsən ki, dünya onların, ahirət bizim olsun. Yəni, Rasulullah sallallahu aleyhi ve sellem bizə ən gözəl nümunədir. Məsələn, həyatda israfçılıq, yəni çoxdur. Geyimdə israfçılıq var və hər şey haqqında soruşulanda cavab vermək var. Məsələn, adam var ki, bir meclisdə bir paltar geyinib, ikinci meclisdə onu giymir. Və yaxud da günorta bişirən yeməyi axşam yemir. Köhnədir, bayaqdır deyir. Yəni, bunlar hamısı nədir? İsrafçılıqdır. Yəni, ona görə də hər dəfə də yemək bişirmək üçün, necə deyirlər, rasxod var. Rasxod da qazanmaq lazım. Qazanmaq üçün vaxt itkisidir və s. gedir. Və bu dünyada sən 100 il, 200 il yaşamayacaqsan, 300 il yaşamayacaqsan. Yəni, müəyyən bir vaxtdır. Ona görə də, yəni, bizim müsibətimiz ondadır ki, biz dünyaya bağlıyıq. Və dünyaya bağlılıq da nədir? Özümüzə dəlil tapırıq ki, bunlar lazımdır. Hər yerdə işıq olmalıdır. Hər yerdə düppəduz olmalıdır. Və yaxud
və başqa şeylərdə yəni ki, ehtiyac yoxdur. Bəlkə də elə adamlar var ki, hər neçə dənə evləri var, heç o evlərinə getmir, nə oturmur, ölənə kimi də heç getmir ora. Alıb məsələn yığıb və yaxud da qızıl, pul vardır, ölər. Və onları qorumaq özü də elə bir müsibətdir. Allah bizi qorusun. Yəni İmam Əl-Cəvzi rahmetullahi aleyhin gözəl sözün həm özüm üçün faydalı olsun, həm də sizin üçün faydalı olsun deyə təkrar etdim. Allah bizi islah etsin, Allah bizi qorusun, Allah Teala bizim israflarımızı bağışlasın, Allah bizə rəhm eləsin, Allah Teala bizə xeyir qapıları açsın, Allah Teala ölkəmizi əmin-aman içərisində etsin, Allah əsgərlərimizi, hərbiçilərimizi qorusun, Allah ölkəmizin əmin-amanlığın, sərhədlərini qoruyan övladlarımızı qorusun, Allah ölkə başımızı qorusun, onu bizim üçün xeyirli etsin, onu həmişə xeyir üzərində etsin. Allah bütün müsəlmanlara kömək olsun, müsəlmanların qəlblərini, kəlmələrini, səhvlərini birləşdirsin haqq üzərində və Allah Teala bizi daim əmin-aman içərisində, xeyir içərisində etsin. Subhanakallahumma və bihamdik nəşhədu an la ilahe illə entə nəstəğfiruka və natubu ileyk.